Şagirdlər, hər birinizi xoş gördük. Uzun bir aradan sonra artıq həftənin 3-cü və 5-ci günləri mövzu sınağına aid suallar paylaşılacaqdır. Suallarımız din, güvən və hədəfin sualları olacaqdır. Bir neçə mövzu artıq getdikdən sonra ümumi aylıq sınaqlar, daha sonra ümumi birinci hissənin sınaqları və qəbul sualları sizlərlə paylaşacağam. Onun üçün hər şeydən xəbərdar olmaq istəyirsinizsə, kanalımızı bəyənib, abunə olmağı və paylaşmağı unutmayaq. Və bu suallarımızın ilk öncə mən sizlərlə Instagram adresi fizika fizika 2001 Instagram adresində paylaşıram. Mən ilk öncə bu günləri sizlərə izah edəcəm hədəf testindən olan mövzu sınaq izahlarını. Və ilk öncə sizlər üçün düz xəttli, bərabər sürətli və dəyişən sürətli hərəkətə aid olacaq bütün qeydləri sizlərlə paylaşmışam. Həmçinin bu qeydləri mövzu sınaqları ilə bərabər Instagram hesabında paylaşmışam. Oradan əldə edə bilərsiniz. Bu sizlər üçün mövzu izahımızdır və həmçinin mövzu izahını eyni zamanda mənim izahımla YouTube kanalı üzərindən əldə edə bilərsiniz. Bu bizim qeydlərimizdir. PDF-in əvvəlində vermişəm ki, bir qısa xatırlatma kimi təkrarlama edin, daha sonra isə sınağımızı işləyə biləsiniz. Və burada mövzuda istifadə olunan düsturlar və mövzuda istifadə olunan ümumi cihazlar haqqında məlumat vermişəm. İndi isə gəlirəm artıq hədəf testindən olan mövzu sınağımız test A-nın suallarına. Birinci sualımız: cisim zamanın birinci yarısında V1 sürəti ilə, ikinci yarısında isə V2 sürəti ilə hərəkət etmişdir. Bütün yola görə orta sürət hansıdır? Bizdə zamanın bərabər hissəsi üçün orta sürət düsturunu keçmişdik ki, riyaziyyatda ədədi orta tapılan kimi ümumi olan ifadələri toplayıb sayına bölürdük. Burada iki zamanla söhbət getdiyinə görə sürətləri toplayıb sayına böləcəm. Davam edirəm 2 nömrəli sualımızla. Aşağıdakı kəmiyyətlərdən hansı skalyardır? Biz fizikada kəmiyyətləri skalyar, vektorial, bir də yalançı vektor olaraq bölürük. Amma ən çox bizlərin istifadə etdiyi skalyar və vektorial kəmiyyətlərdir. Skalyar kəmiyyətlər yalnız ədədi qiyməti ilə xarakterizə olunan kəmiyyətlərdir. Vektorial kəmiyyətlərə gəldikdə isə vektorial kəmiyyətlər həm ədədi qiyməti, həm də istiqaməti olan kəmiyyətlərdir. Bizdə 2 nömrəli sualda kəmiyyətlərdən hansı skalyardır? Yalnız ədədi qiymətini ifadə olunmuş olur. Bu da zamandır. 3. BSD sürətin vahidi hansıdır? Sürət V bərabərdir S bölünsün T düsturundan hesablanmış olur. Sürət özü vektorial kəmiyyətdir. Vahidi isə metr bölünsün saniyə ifadəsidir. Bu da C variantında verilibdir. Davam edirəm 4 nömrəli sualımızla. Yerdəyişmənin zamandan asılı qrafikinə görə sürətin proyeksiyalarını müəyyən edin. Düz xəttli, bərabər sürətli hərəkətdə eyni zaman fasilələrində eyni qədər məsafələr qət etdiyinə görə sürət dəyişmir. Yəni, bütün zamanlarda, bütün nöqtələrdə sürətlər bir-birlərinə bərabər olmuş olacaq. Davam edirəm növbəti 5 nömrəli sualımızla. Spidometr hansı fiziki kəmiyyəti ölçü? Spidometr ani sürəti ölçmüş olacaqdır. 6. Vahid zamanda koordinat dəyişməsinə bərabər olan, yəni delta x bölünsün delta t. Bu zaman delta t-ni yerinə 1 qoysaq bərabər olmuş olacaqdır delta x-ə. Bu da bizə nəyi verir? Sürətin x oxu üzrə proyeksiyasını, yəni B variantı. Davam edirəm növbəti 7 nömrəli sualımızla. Düz xəttli, bərabər sürətli hərəkətdə təcilin proyeksiyasını müəyyən edin. Belə ki, təcil vahid zamanda sürət dəyişməsinə bərabər olan bir kəmiyyətdir. Düz xəttli, bərabər sürətli hərəkətdə də adından göründüyü kimi sürət zaman keçdikcə dəyişmir. Sürət dəyişmirsə, bu zaman təcilin də proyeksiyası sıfıra bərabər
olmuş olacaqdır. Davam edirəm 8 nömrəli sualımızla. Şəkildə ştrixlənmiş hissə hansı fiziki kəmiyyətə uyğundur? Təcil zaman qrafiki verib də altında qalan hissə bizə sürət dəyişməsini vermiş olacaqdır. Davam edirəm növbəti suallarımızla. 9. Cisim A, B, C trayektoriyası boyunca hərəkət edir. Bu cismin getdiyi yol yerdəyişmədən nə qədər çoxdur? Yol belə ki, trayektoriyanın uzunluğudur 9 plus 12. Bu da bizə verəcəkdir 21 metr. Yerdəyişmə isə cismin başlanğıc və sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu zaman A-dan C-yə bir düz xətt çəksək, bu 90 dərəcəyə bucağın qarşısında olan hipotenuz olacaqdır. Yəni kök altı 9-un kvadratı plus 12-nin kvadratı. Bu da bərabərdir 9-un kvadratı 81 plus 12-nin kvadratı 144. Bu da bizə vermiş olacaqdır 225-i. 225-dən də 15 çıxacaqdır. Deməli bizim yerdəyişməmiz 15 metrdir. Gedilən yol yerdəyişmədən nə qədər çoxdur? Yəni L minus S, bu da bərabər olmuş olacaqdır. 21 çıxılsın 15 bərabərdir 6 metrə, yəni A variantı. Davam edirəm 10 nömrəli sualımızla. Deməli 12 metr bölünsün saniyə başlanğıc sürətlə 2 metr bölünsün saniyə kvadrat təcillə. Qaldığımız yerdən davam edirik. Təcili verib 2, 1 saniyə sonraki sürəti tələb olunur. Bizə verilənlər nədir? Belə ki, V0 bərabərdir 12 metr bölünsün saniyə. Təcillimizin qiyməti A bərabərdir 2 metr bölünsün saniyə kvadratı. T bərabərdir 1 saniyə sonra sürətini, yəni V-ni hesablamaq tələb olunur. Belə ki, təcilin düsturundan bilirik ki, A bərabərdir V çıxılsın V0 bölünsün T ifadəsidir. Bu zaman 2 bərabərdir V çıxılsın 12 bölünsün zaman da 1-dir. Bu zaman 2 bərabərdir V çıxılsın 12, V də bərabər olmuş olacaqdır 14 metr böl saniyə ifadəsinə, yəni C variantına. Davam edirəm 11 nömrəli sualımızla. Verilən qrafikə əsasən maddi nöqtənin ilk 2 saniyədə orta sürətini hesablayın. Bizə VT qrafiki verildikdə ilk öncə buradan mən S fiquru təyin edəcəm. S fiqurda təyin etmək üçün VT qrafiki altında qalan fiqurun sahəsindən istifadə edirik. Diqqət yetirsək, burada 3 bucaqdır. O zaman 3 bucağın sahə düsturu A vurulsun B bölünsün 2-dir. Bu da bərabərdir. Bir tərəfi 20, digər tərəfi 2. 20 vurulsun 2 bölünsün 2-yə. Bu da bərabər olmuş olacaqdır 20-yə. Bizdən də V orta sürət soruşulur. Bu da bərabərdir S bölünsün T-yə. Yəni 20 böl 2-dən bərabər olmuş olacaqdır 10 metr bölünsün saniyə ifadəsinə, yəni A variantına. Davam edirəm 12 nömrəli sualımızla. 20 metr bölünsün saniyə başlanğıc sürətlə hərəkətə başlayan cismin 20 saniyə müddətində orta sürətini tapın. Belə ki, ilk öncə burada baxıram ki, başlanğıc sürət də müsbətdir. İşarəcə təcillə qarşısı müsbətdir. O zaman son sürət təyin etmək üçün V0 plus A vurulsun T ifadəsindən istifadə edəcəm. Bu da bərabərdir 20 plus 4 vurulsun zamanın qiyməti də 20 verildiyindən bu da bərabər olmuş olacaqdır. 80 plus 20-dən eləyəcəkdir 100 metr bölünsün saniyə. Orta sürət tələb olunursa, V orta sürət bərabərdir V plus V0 bölünsün 2-yə. Yəni 100 plus başlanğıc sürətimiz 20 bölünsün 2. Bu da bizə verəcəkdir 60 metr böl saniyə ifadəsini, yəni D variantını. Davam edirəm növbəti 13 nömrəli sualımızla.
Davam edirəm növbəti 13 nömrəli sualımızdan. Cismin hərəkət tənliyi verilibdir. Cismin təcili proyeksiyası tələb olunur. Bizə verilən hərəkət tənliyi x bərabərdir x0 minus vx vurulsun t ifadəsidir. Burada təcil olmadığına görə təcil 0-a bərabər olmuş olacaqdır. 14 nömrəli sualımızda hansı hərəkət bərabər təcili hərəkətə uyğundur? Bərabər təcili hərəkətdə təcil sabit olmalıdır. Bu da C variantına uyğun gəlmiş olacaqdır. Davam edirəm birinci bölmənin ən sonuncu sualı ilə. Bu cisimlər nə qədər vaxtdan sonra görüşmüş olarlar? Cisimlərin görüşməkləri üçün mütləq şəkildə koordinatlar bir-birlərinə bərabər olmalıdır. Yəni, x1 bərabərdir, x2 ifadəsi ödənməlidir. Və diqqət eləsək, bizə hər birinin başlanğıc koordinatını 0 veribdir. O zaman nə edirəm? Birinci üçün baxıram ki, başlanğıc sürəti 10-dur. Yəni, 10 t v0 vurulsun t ifadəsindən. Çıxılsın, təcilin ifadəsini də tapmaq üçün gəlin bu kənarda yazıram. A bərabərdir v çıxılsın v0 bölünsün t ifadəsinə. Bu da bərabərdir 0 çıxılsın 10 bölünsün 5-dən təcilin qiyməti olacaqdır -2. İndi bu hissə bizə lazımdır. Bir dənə təcilin qiyməti -2 olduğu lazım idi. O zaman qarşıdakı mənfi işarəsinə görə yazıram. 2 t kvadratı bölünsün 2. Bu zaman 2-lər getdiyinə görə elə birbaşa t kvadratı yaza bilərəm. O zaman çıxsın t kvadratı. Bu da bərabərdir. Digər ifadə üçün yazdıqda isə onun başlanğıc sürəti yoxdur, 0-a bərabərdir və təcilin qiymətinin yerinə isə yazacağam ki, t kvadratı. Çünki bərabər təcil hərəkət olduğuna görə hər ikisində təcilin qiyməti eynidir. Bu zaman 10t bərabərdir 2t kvadratına. T'lər gedəndə 10-la da 2 gedəndə t bərabər olmuş olacaqdır 5 saniyə, yəni B variantına. Davam edirəm növbəti test B-nin sualları ilə. Test B-də bir nömrəli sualımız. Koordinat zaman qrafikinə görə 4 saniyə müddətində yola görə orta sürəti tapın. Gəlin ilk öncə biz sizlərlə yolu təyin edək. Yazıram L bərabərdir. İlk öncə A nöqtəsindən bura gələnə qədər 2-dən gəlib 1-ə. O zaman 1 plus. Bu nöqtədən yuxarıya, təpə nöqtəyə qalxana qədər nə qədər məsafə qət edibdir? Diqqətlə baxsaq, 1-dən gəlib 4-ə. 3 metr də burada. Plus, təkrardan bir də 4-dən 1-ə düşüb 1 metr də burada məsafə qət edib. Gedilən yolun uzunluğu bərabər olmuş olacaqdır 5-ə. Bizə deyir ki, 4 saniyəyə görə orta sürət təyin edin. Bu zaman V orta sürət bərabərdir L bölünsün T ifadəsindən, yəni 5 bölü 4, bu da bizə verəcəkdir 1,25 metr bölünsün saniyə ifadəsində. Bu da hardadır? B variantında. Davam edirəm 2 nömrəli sualımızla. Birinci cismin ikinci cismə nəzərən sürətinin proyeksiyasını hesablayın. O zaman deyirəm ki, V 1, 2 bərabərdir V1 minus V2-yə. Bu da bərabərdir. Diqqət eləsək, birinci cismin koordinatı dəyişmir. Deməli, sürət 0-a bərabərdir. O zaman yazıram 0 çıxılsın. V2-ni də təyin etmək üçün yazıram V2 bərabərdir. X minus x0. Başlanğıc koordinatı 0-dır, son koordinatı 8. Bölünsün, ona uyğun olan zaman nədir? 4. 8 bölünsün 4-dən eləyəcəkdir 2. Bu zaman 0 çıxılsın 2. Bu da bərabər olmuş olacaqdır. -2 metr bölünsün saniyə ifadəsinə. Bu da hardadır? D variantında. Davam edirəm 3 nömrəli sualımızla. Koordinat zaman qrafikinə görə təcilləri müqayisə edək. Birinci hissəyə baxdıqda, birinci hissədə x düzxətli bərabər sürətli hərəkət uyğundur. İkinci hissədə yenə koordinat dəyişməsi yoxdur. Deməli, deyirəm ki, A1 təcili bərabərdir A2-yə. Artıq üçüncü hissədə isə cisim bərabər
yeyinləşən, yəni bərabər təcili hərəkət icra etdiyinə görə mütləq şəkildə A üçün təcili bunlardan böyük olmuş olacaqdır. Davam edirəm. 4 nömrəli sualımızdan. Hərəkət tənlikləri verilib, iki cisim görüşür. Görüşənə qədər birinci cisim nə qədər yol getmiş olacaqdır. Mütləq şəkildə cisimlərin görüşməkləri üçün koordinatları bir-birlərinə bərabər olmalıdır. Yəni 4 plus 2t bərabərdir 10 çıxılsın 4t'yə. Bu zaman 6t bərabərdir 6-ya, t də bərabər olmuş olacaqdır 1-ə. Birinci cisim, yəni x1 tələb olunur. x1 bərabərdir 4 plus 2 vurulsun. Zaman da 1 olduğundan bərabər olmuş olacaqdır 6 metrə, yəni A variantına. Davam edirəm. Bizdən nəyi soruşurdu? Bir dənə suala baxın. Koordinatımı, yolu deyirdi. Bəli, yolu deyirsə o zaman biz elə v vurulsun t ifadəsindən, yəni sx-dir bu. Bu da bərabərdir vx vurulsun t-dən. 2 vurulsun 1 bizə vermiş olacaqdır. 2 ifadəsini, yəni B variantını. Biz əslində onun koordinatını tapdıq. Əgər x1-in koordinatı tələb olunsaydı, o zaman tapdığımız cavabımız doğru olardı. Davam edirəm. Növbəti 5 nömrəli sualımızdan. Hərəkət tənliyi verilibdir. Cisim neçə saniyədən sonra dayanar? Cismin dayanması üçün mütləq şəkildə onun sürəti 0-a bərabər olmalıdır. Biz də bilirik ki, koordinatın, yəni x-in zamana görə birinci tərtib törəməsi bizə sürəti verəcəkdir. Bu zaman yazıram ki, 5 üstə gəlinsin 8t çıxılsın 4t'nin kvadratının törəməsi, bu da bərabərdir. 5 sabit ədəd olduğuna görə törəməsi 0, 8t'nin törəməsi 8 çıxılsın 8t'yə. Bu zaman 8 çıxılsın 8t ifadəsini 0-a bərabər edəsəm, buradan da t'nin qiymətinin 1 olduğunu təyin edərəm. Bu da hardadır? A variantında. Davam edirəm növbəti sualımızla. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki şəkildəki kimidir. Hansı qrafik bu cismin təcilinin proyeksiyasının zamandan asılı qrafikinə uyğundur? Belə ki, bu hissəyə deyirəm T1, bu hissəyə deyirəm T2, bu hissəyə isə deyəcəm T3. Diqqət eləsə, birinci hissədə sürət azalır, yəni cisim x-ox istiqamətində bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkətdə əgər sürət müsbətdirsə, təcilin işarəsi mütləq şəkildə mənfi olmalıdır. T1, T2 intervalına baxdıqda cisim x-ox istiqamətində bərabər yeyinləşən hərəkət icra edir. Bu zaman V müsbətdir, deməli A da müsbətdir. T2, T3 intervalına baxdıqda isə sürət dəyişmirsə, təcil 0-a bərabər olmuş olacaqdır. Bu da diqqət yetirsək, C variantına uyğun gəlir. Davam edirəm növbəti 7 nömrəli sualımızla. Sürətin zamandan asılı qrafikinə əsasən hərəkətə başlayandan 6 saniyə sonra koordinatın, sürətin proyeksiyası və təcilin proyeksiyasını təyin edin. Belə ki, cismin təcili 0-dır, çünki hərəkət düz xətlə bərabər sürətli hərəkətdir. Sürətin qiyməti 10-dur. X-i tapmaq üçün x bərabərdir V vurulsun T ifadəsindən. 10 vurulsun 6 bərabər olmuş olacaqdır 60 metrə. Bu da hardadır? A variantında. Davam edirəm 8 nömrəli sualımızla. Zamanın birinci dörddə birində 40, ikinci dörddə birində -20, üçüncü dörddə birində -10, dördüncü dörddə birində isə müsbət 30 metr bölünsün saniyə sürətlə hərəkət edir. Bütün hərəkət müddətində yer dəyişməyə görə olan orta sürət nəyə bərabər olmuş olar? Zamanın bərabər hissəsi üçün yazıram V orta sürət bərabərdir. Ümumi düsturumuz budur. V1 plus V2 plus V3 plus V4 bölünsün 4-ə. Artıq burada mənfi ədədlərlə də nəzərə alsaq, o zaman yazıram 40 çıxılsın 20 çıxılsın 10 plus 30 bölünsün 4-ə. Bu da bizə nəyi vermiş olacaqdır? Yuxarı eləyəcək 40, 40-ı da 4-ə böləndə 10 metr bölünsün saniyə ifadəsini vermiş olacaqdır. Davam edirəm növbəti 9 nömrəli sualımızla. Başlanğıc anda M və N nöqtələrindən keçən
və bərabər sürətlə hərəkət edən velosipedçilər nə qədər vaxtda görüşmüş olacaqlar. Biz bilirik ki, cisimlərin görüşməkləri üçün mütləq şəkildə koordinatları bir-birlərinə bərabər olmalıdır. X-n bərabər olmalıdır X-n-ə. Bu zaman birinci üçün hərəkət tənliyi yazıramsa, cisimin başlanğıc koordinatı -20, sürət x istiqamətində olduğuna görə müsbət v 0 vurulsun t, yəni 10 vurulsun t yazacağam. Bu da bərabərdir. İkinci üçün yazdıqda başlanğıc koordinat 40, sürət x istiqamətində olduğuna görə müsbət 5t şəklində ifadə edəcəm. Bu halda 60 bərabərdir 15t-yə, t də bərabər olmuş olacaqdır nəyə? Deməli, t də bərabər olmuş olacaqdır. Bir dəqiqə baxın. Deməli, 10 bu tərəfə keçəndə olacaqdır. Ondan 5-i çıxanda 5t, t də bərabər olmuş olacaqdır 12. Və 12-ci saniyənin sonunda mütləq şəkildə. Əgər 12-ci saniyənin əvvəli verilsəydi, onda 11-ci saniyəni götürmüş olardıq. 10 nömrəli sualımızda cismin sürət zaman qrafikinə görə 8 saniyə müddətində getdiyi yolu tapmaq tələb olunur. Belə ki, S 0-dan 4-ə qədər üçbucaq olduğuna görə bir tərəfi 4, digər tərəfi də 4 bölünsün 2. Bu da bərabər olmuş olacaqdır 8-ə. Daha sonra S 4 ilə 6 intervalına baxıram. Burada necədir? Trapesiyadır. Bir tərəfi 4, bir tərəfi 2 bölünsün 2 vurulsun hündürlüyünün qiyməti də 2-dir. Bu da bərabər olmuş olacaqdır 6-ya. Sonra S 6-8 intervalına baxıram. Bu da düzbucaqlı olduğuna görə 2 vurulsun. Digər isə 8 ilə 6 arası, yəni 2 vurulsun. 8 çıxılsın 6-dan, bu da bərabər olmuş olacaqdır 4-ə. Bizə deyir, getdiyi yolu nəzərə alın. O zaman S bərabərdir 8 plus 6 plus 4 bizə vermiş olacaqdır 18 metri, yəni B variantını. Davam edirəm 11 nömrəli sualımızdan. İki müaddi nöqtənin sürətinin proyeksiyasının zamandan asılığı verilmişdir. T bərabər 4 saniyə müddətində ikinci müaddi nöqtənin birinci müaddi nöqtəyə nəzərən sürətinin proyeksiyası nə qədər olmuş olacaqdır. Belə ki, V2 1, bu da bərabərdir V2 çıxılsın V1-ə. İlk öncə V2-ni gəlin kənarda hesablayaq. V2x bərabərdir 12 çıxılsın 2 vurulsun zamanı da 4 verib. Bu da bərabərdir 12 çıxılsın 8-dən bizə vermiş olacaqdır 4-ə. V1x hesablayanda isə 6 vurulsun 4 edəcəkdir 24. Gətirib ifadədə nəzərə alsaq 4 çıxılsın 24 bizə vermiş olacaqdır -20 metr bölünsün saniyə ifadəsini. Davam edirəm növbəti 12 nömrəli sualımızdan. Yerdəyişmə vektorunun x və y oxları üzərində proyeksiyalarını hesablayın. Belə ki, S-in y oxu üzrə proyeksiyasına baxıramsa, y çıxılsın y0-dan. Bu da bərabərdir. 10 başlanğıcı da hardan başlayıb? 4-dən. 10 çıxılsın 4 mənə verəcəkdir 6-nı. X oxu üzərində baxanda isə yazıram S2x bərabərdir x minus x0. Harada? Başlanğıcı 2, sonu 8. O zaman 8 çıxılsın 2, yenə bizə 6 metri vermiş olacaqdır. Yəni, S-in həm X, həm də Y oxu üzrə proyeksiyalarının qiyməti 6 metrə bərabər olmuş olacaqdır. Davam edirəm 13 nömrəli sualımızdan. Düz xəttlə bərabər təcili hərəkətdə cismin hərəkətə sərf etdiyi zamanı 3 dəfə artırdıqda təcilin qiyməti necə dəyişmiş olacaqdır? Belə ki, təcilin qiyməti bərabər təcili hərəkətdə sabitdir. Ona görə zamanın qiymətinin artıb azalmanın təcillə heç bir aidiyyəti yoxdur. 14 nömrəli sualımızda yerdəyişmənin proyeksiyasının zamandan asılılıq qrafikinə görə təcilin proyeksiyasının zamandan asılı müəyyən edin. Bizə verilən qrafik bərabər təcili hərəkətin növü olan bərabər yeyinləşən hərəkətə uyğundur. Bərabər yeyinləşən hərəkətdə də
təcil mütləq şəkildə sabit olmalıdır. Və burada diqqət etsək, cisim x oxu istiqamətində bərabər yeniləşən hərəkət icra etdiyinə görə təcil də mütləq şəkildə müsbət, yəni tez zamanlığının üzərində sabit olmalıdır. Davam edirəm sonuncu sualımızla. Koordinat zaman qrafikinə görə 10 saniyə yerdəyişmənin proyeksiyasını hesablayın. Yerdəyişmə cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu zaman diqqət etsək, cismin başlanğıcı ilə sonu, cisim 8-dən 5 saniyə ərzində 8-dən gəlib 0-a, təkrardan növbəti 5 saniyədə 0-dan gəlib 8-ə. Bu zaman cismin başlanğıc və son koordinatları üst-üstə düşdüyünə görə nə olacaqdır? Yerdəyişmənin qiyməti 0-a bərabər olmuş olacaqdır. Mən bu günləri sizlərlə hədəf testindən olan mövzu sınağının izahını bir yerdə bölüşdüm. İnşallah sizlər üçün də faydalı olar. Faydalı olursa kanalımızı bəyənib abunə olmağı unutmayaq. İnşallah Instagram üzərindən paylaşdığım güvən və həmçinin dimdən qəbula düşən və düşmüş sualların izahlarını növbəti video izahlarda bölüşəcəm. Onun üçün kanalımıza abunə olun.